Qızlar, hər kəsə salam. Bugün Tural üçün yumru düyü və almadan ibarət olan kaşa hazırladım. Gördüyünüz kimi burada bir ədəd yaşıl simirinka almanı götürürük. Öncədən qabığını soyuruq. Onu da nəzərinizə çatdırım ki, mənə bıçaqla yox, bununla soymaq daha rahat gəlir. Və göstərdiyim kimi çorkanın ən xırda gözündə rəndələyirik almanı. Tam püre halına gətirdim mən. Çünki yenə nəzərinizə çatdırım, Turalın hələ dişi yoxdur. Əgər sizdə körpələrinizin dişi varsa və ya aylığı biraz böyükdürsə, çorkanın biraz orta xırda olan gözündən də keçirə bilərsiniz. Artıq püre hazırdır. Və öncədən bişirdiyim yumru düyünü blenderdan keçirirəm. Üzərinə isə bir çay qaşığı qatıq süzməsini əlavə edib yenə qarışdırıram. Daha sonra üzərinə 2 qaşıq şərbət əlavə etdim mən. Çünki alma elə də şirin deyil, biraz turşluğu var idi. Ona görə də şərbət əlavə etdim. Bu arada uşaqlar üçün alma ən gözəl olanı simirinkadır. Artıq kaşamız hazırdır. Rəyləriniz maraqlıdır. Sizcə necə alındı? Hələlik.